Qaz vurursan. Salam əleyküm. Bu günlərim ayın 10-u 2-ci ay 2026-cı ildir. Bu gün 2 nəfər Qaz İdarəsindən bizə yaxınlaşaraq bizim sayğacımızda ümumi sayğaclarda yoxlanma olduğunu dedilər və bizim sayğacda yoxlama zamanı 200 manat limiti keçdiyini dedilər. Halbuki bizim sayğacımız kart olan sayğacdır. Yəni karta 10 manat, 20 manat nə qədər yükləsək onu istifadə eləyirdik ta ki bu günə qədər. Necə olur ki, kartla işləyən sayğacda belə bir problem yaranır. Biz sayğacı dəyişmələrini istədik. Yəni əgər sayğacda belə bir problem varsa, bu bizim günahımız deyil, sayğac dəyişilməlidir dedik. Onlar isə dedilər ki, dəyişsə yenə eyni şey olacaq. Bu necə olur? Mənim evdə körpə uşağım var, yaşlı atam var, əməliyyatdan çıxmış anam var. Hal-hazırda ev buz kimidir, gördüyünüz kimi də qar yağır. Biz çox pis və köməksiz vəziyyətdə qalmışıq. Xahiş eləyirəm ki, bu məsələ ilə bağlı bizə köməklik eləyin. Deməli, baxın belə olur. Və sayğac.